Salam, hər vaxtınız xeyir. Bu gün coğrafiya 7-ci sinif iş dəftərində olan coğrafi mövqeyin gələcək perspektivləri nələrdir mövzusunun tapşırıqlarını izah edərik. Birinci tapşırığımızda deyir ki, dünyanın turizm xəritəsində əsasən tapşırıqları yerinə yetirin. Burada verilən dünyanın turizm xəritəsidir və insanların istirahət üçün həm burada tarixi, təbii, mədəni və istirahət məqsədi ilə getdiyi, yəni səyahət elədiyi yerlər göstərilmişdir. A variantında deyir ki, verilən xəritənin məzmununa aid fikirləri yaz. Verilən xəritə dünyanın turizm xəritəsidir və insanlar, yəni turistlər tarixi, təbii, mədəni, istirahət məqsədi ilə yəni getdiyi ərazilər və ölkələr, yəni regionlar, qitələr göstərilmişdir. B tapşırığında deyir, turistlərin məqsədlərinə görə gəzdikləri qitələri və səyahətlərinin səbəblərini yaz. Avropa qitəsinə yazılıb istirahət və tarixi abidələr, səbəb də tarixi muzeylər və yay düşərgələri. İkinci bizdə Asiya qitəsini istəyir. Asiya qitəsinə əgər baxsaq, Asiya qitəsində əsasən həm tarixi, həm də mədəni məqsədlər var. Yəni həm tarixi məqsədlərlə, həm də mədəni məqsədlərlə insanlar səyahət edirlər. Tarixi odur ki, Asiyada çoxlu tarixi obyektlər var, tarixi abidələr var, tarixi yerlər var. Mədəni də bildiyimiz kimi Şərq dünyası, yəni Asiya qitəsi xüsusilə də mədəniyyəti ilə, adət-ənənələri ilə seçilir və bu da insanların ora turist kimi getməsinə səbəb olur. İkinci, digər Afrika qitəsidir. Afrika qitəsinə əsasən baxsaq, Afrika qitəsində biz burada Afrika qitəsi üçün əsasən xüsusilə də Afrikanın cənub hissələri üçün daha çox burada təbii, amma Şimali Afrika üçün mədəni deyə bilərik. Yəni Afrikanın cənub hissələrində təbii olan obyektlər, təbii ərazilər çoxdur. Yəni görməli təbiət, məsələn belə deyək, şəlalələr deyə bilərik, vulkanlar deyə bilərik, təbiət nümunələrini deyə bilərik. Həmçinin mədəni şimal hissəsində mədəni olan, yəni adət-ənənələr, özünün qaydaları, belə deyək, xalqların adət-ənənələri, bunlar hamısı mədəni məqsədlərlə insanların getmək istədiyi yerlərdir. Digəri Şimali Amerikadır. Şimali Amerika əsasən həm istirahət məqsədi ilə, həm də təbii məqsədlərlə gedirlər. Təbii məqsədlər yenə dediyimiz kimi təbii obyektlərdir. İstirahət məqsədi ilə insanların istirahət məqsədi ilə getdiyi, xüsusilə də yəni ABŞ, Meksika kimi ölkələr. Bu Meksikadır, ABŞ-ın ərazisi. Daha çox istirahət məqsədi ilə gedilir. Cənubi Amerika daha çox təbii obyektlər, yəni təbii məqsədlərlə insanların turist kimi getdiyi ərazilərdən biridir. Və Avstraliya daha çox insanların istirahət məqsədi ilə getdiyi qitələrdən biri hesab edilir. C. Xəritədə turistlərin səyahətə çıxma məqsədlərinin coğrafi mövqe ilə əlaqələrini izah et. İnsanların tarixi məqsədlərlə səyahətə çıxması, yəni tarix boyu insanlar hər zaman əlverişli təbii şəraitə malik, bitki, heyvanlarla zəngin ərazidə məskunlaşmışlar. Belə ərazilərin coğrafi mövqeyi müasir dövrdə turistlərin köhnə dünya kimi diqqətini cəlb edir. Təbii odur ki, insanlar tarixən, yəni tarixi dövr ərzində təbii obyektlərə, yəni təbii ərazilərə, fiziki obyektlər olsun, dağlar, meşələr, çəmənliklər, dərələr, yəni çayların sahilləri, yəni bu təbii olan obyektlərə, belə deyək, görməli yerlərə daha çox meyl ediblər və bunun üçün də son illərdə, yəni hal-hazırda, müasir dövrdə belə insanlar təbii obyektləri görmək üçün, təbii mənzərələri seyr etmək üçün səyahətə çıxırlar. Mədəni, bildiyimiz kimi dünyada çoxlu dövlətlər var, çoxlu xalqlar var. Hər bir xalqın müxtəlif adət-ənənələri var. Öz dövlətimizdə belə müxtəlif bayramlarımız var, özünə məxsus ölkəmizin adət-ənənələri var ki, bunlar digər insanlar tərəfindən də maraqla qarşılanır. Ona görə bizim ölkəmizə gələndə də və yaxud bizdən də, yəni başqa bir ölkələrə, istənilən ölkələrə səyahət eləyəndə onların adət-ənənələri biz üçün maraqlıdır. Ona görə bu mədəni məqsəd, yəni səyahətə çıxma məqsədi olan insanlar daha çox adət-ənənələri öyrənmək üçün, digər xalqların yaşayışını, təbiətini, dillərini öyrənmək üçün, yəni mədəni məqsədlərlə səyahətə çıxırlar və bir də istirahət məqsədi ilə səyahətə çıxma var. İstirahət məqsədi ilə biz həm tarixi obyektləri görmək üçün, həm dəniz çimərliklərinə getmək, həm dəniz sahilləri, adalar, maraqlı təbii obyektləri görmək üçün istirahət məqsədi ilə səyahətə çıxılır.
Sonra burada yaşadığınız ərazidə mövcud olan parkın CIS xəritəsini mərhələlərlə tərtib et. Bu sadəcə bizə aid olan bir tapşırıqdır. Yəni hər kəs özünə uyğun belə deyək, bu tapşırığı yerinə yetirməlidir. Yəni CIS xəritəsinin tərtib olunması ilə parka aid olan məlumatlar bunlar ola bilər ki, yəni parkda belə deyək, nələr var, yəni parkın ərazisində nələr mövcuddur, hansı ərazidə yerləşir, həmçinin bu parka aid olan məlumatlara biz həmçinin onun dördlü koordinatlarını, altılı koordinatlarını qeyd edə bilərik. Əldə edilən məlumatlar arasında CIS laylarını çək və onlara ad ver. Biz o biri tapşırıqları izah eləyərkən də laylardan danışmışdıq. Deməli, laylar, yəni orada məsələn yollar, daha sonra relyef görüntüsü, sərhədlər, ən axırda belə deyək, tam ərazi, yəni verilən məsələn ki, burada indi parkdan danışır. Yəni bir sözlə laylar şəklində göstərə bilərik ayrı-ayrılıqda. Bunlar da yəni bizim özümüzün CIS vasitəsilə, yəni coğrafi informasiya sistemi vasitəsilə həmin layları çəkib onlara öz müxtəlif adlar verə bilərik.